Kod yarının içərisində 4 otaqlı şəxsi tikili evimizin çəkilişində qeyd edeyim ki, evimizin bütün kommunalları var, hətta şirin suyuna qədər. Həyətində belə əldamı var, oraya nə istəsiniz yığa bilirsiniz. Bu tərəf bax hissəsidir, gördüyünüz kimi. Qəşəng hündür, kürsülü evdir, patlalı da rahat gəzmək olur. Bu tərəfin dəmirlərini düzəltdilər, mansar edildi. Bura nə dedilər? Mansar. Hə, onu düzəldəcəkdilər ya. Yarımçıq qalır. Aldan adım özü düzəldər. Navest. Deməli, evin yan hissəsidir. Məsafəsi var yan tərəfdən. Bu tərəfində istəsiniz bağlayıb, qəşəng bir şey düzəldə bilərsiniz. Keçib içəri hissəsinə. Olduqda geniş koridor hissəmiz. Birinci mətbəxindən tanış oluruq. Qeyd edim ki, evimiz qoşa daşdan tikilib. Mətbəxidir. Bir yatan otağı buradadır. İkinci yatan otağı buradadır. Hamam sanuzeli də ayrı-ayrılıqdadır. Üçüncü yatan otağı. Və sonda isə evimizin qəşəng geniş qonaq otağı. Kombisinə qədər hər bir şəraiti hazırdır. Evimizin də qiyməti 80 bin manata deyilir. Reallıq olsa indirim super olacaq da yəni. Allah alana da satana da xeyir versin.